Mütləq onun şahsı var kompüter. 45 dəqiqə icazə verir hər saatda. Aydın deyil. Bəli. Sən oturursan saatlarla onun arxasında otursansa mütləq sən xəstələnəcəksən. Səndə baş ağrılar əmələ gələcək və bilirsən laqeydlik yaranacaq, yaddaş pozğunluğuna səbəb olacaq. Bunların hamısı yaranacaq mütləq. Xüsusən də erkən yaşda olan uşaqların danışma ilə bağlı problemlər olur, psixoloji problemlər olur. Danışa bilmirlər. Çünki nədir? Onlar ayrı şeydir. Bizim məsələsi o. İnsanlar bilmirlər. Mən onunla məşğul olmuşam. 17 ildir mən bu millətə deyirəm ki, yod üçün alıb gəlib o Şveysariya alimləri iyonlaşmış yod alıblar. Yəni dünyanın torpağında və suyunda 1/3, dünyanın 1/3. 6 milyard, 7 milyard əhalisi varsa onun 2 milyardı yoddan əziyyət çəkirdi. 1990-cı ildən sonra Şveysariya alimləri axtardılar, tapdılar iyonlaşmış yodu. İyon havada qala bilməz. Ona elə bir maddə vururlar ki, o iyonlaşmış yod qala bilir. Bax, o yod gəlir burada tiroksin əmələ gətirir. Bir tirozinlə bir amin turşu qalır, tiroksin əmələ gətirir. O tiroksin gedir beyində P2 hüceyrələr var. Gliya hüceyrəsi. Orada glikoza ilə doludur. Glikoza ilə birləşir, glutamin turşusu əmələ gətirir. Glutamin turşusu sinirin üzərində nə əmələ? Miyelin qışası əmələ gətirir. Miyelin qışası somatik sinirlərin üzərində olur. Yəni o hoppanaraq impuls keçə bilir. Impuls keçirsə, o hərəsi bir sözdür. Impuls nədir? Kodlaşır bizdə oğul. Nə sən bilmirsən, nə mən. Bax, buna bax, bir saniyədə bura. Bu bir cümlədir. Buna bax. Bu ayrı bir cümlədir. Bax, buna bax. Bu ayrı bir cümlədir. Yəni, informasiyanın ötürülməsi beyinə və beyindən bir-birindən danışılması. Bunun hamısının səbəbi kodlaşmış yolla gedir oğul. O, sən mənə de görüm, niyə ceyranın balası anadan olan kimi əsli durdu, duran kimi qaçdı getdi. Amma onun hələ ağlı yoxdur. Qavağında anasının əvəzinə şir yesə, şiri anası bilib onu da alınca gedir. Çünki ağıl yoxdur hələ. Somatik sinir sisteminin üzəri onun miyelinlə örtülüb. Niyə? O ot duyuru, ceyranın anası otladıqca, günəş şurası düşən kimi o yod buxarlanır. Buxarlandıqca nəfəs alır. Ana bətində o, yəni ceyran balasının somatik hərəkət edən sinirlərin üzərində miyelin qışası əmələ gəlib. Sinirin üzərində hoppana impuls axıra qədər çata bilir. Bəli. Amma insanda nitq mərkəzi var, Broka meydançası var. Bax, orada olan neyronların üzəri miyelinlə bura qədər örtülüb. Buradan anı örtülənmir. Niyə? Yod satmır ki, tiroksin əmələ gəlsin. O da glutamin turşusuna çevrilsin, sinirin üzərində miyelin əmələ gəlsin. Yarım çıxdı. Uşaq hər şeyi bilir, hər şeyi düşünür, hər şey səndən yaxşıdır. Amma özünü ifadə edənmir, danışanmır, deyə bilmir. Gəlir input, darab, buradan ana getmədi. Qışqırır, bağırır, uşaq başlayır əsəbləşməyə. Bax, o da nitqin pozulmağıdır, autizmə səbəb olur. Bunların hamısının səbəbi var, oğul. Səbəbi bilinməyən şey yoxdur. Səbəbi bilinmirsə o müalicə olunmaz, oğul. Ona simptomatik, simptomlarına qarşı müalicə yazırlar. Bax, bu normativ var, torpağın normativi var. Bax, bu torpaq dəyərli torpaqdır. Niyə? Onda hamısı normaya uyğundur. Torpaqda 125 pikogram yod olmalıdır. Bir gündə bir insan suyla, torpaq yemir insan, suyla, yeryüzünün əşrəfi insan ayaq üstədə duranmır, otura da bilmir anadan gələn. Amma ceyranın balası getdi, qaçdı. Niyə? Çünki onun sinirinin üzərində miyelinizasiya getməyib. Miyelin qışası əmələ gəlməyib. O hava əmələ gələcək, o suyu içəcək, anası yediyi qıdalarda. Qida da nədə? Karalyokda var yod. Ondan sonra xurmada var, feyxuada var. Yediyin almanın çərtdəyində var, qara çərtdəkdə. O sən alman lətini yiyirsən, çərtdəyində elif tüpürürsən, yemirsən. Yəni, oğul, qozda var, fındıqda var, bunların hamısını həməşə, hər gün lazımdır bizə. Karalyokda bir ay olur, bir ayda tutardır. Və 11 ay hardan alım, hər gün 125 pikogram yod lazımdır. Normal adam olması üçün, beynin inkişafı üçün, gözün görməsi üçün. Gözdə 3 cür pigment ifraz olunur. Eritralava, yodolava, yodolava, xlorolava. Xlor, yediğin natri xlor duzdur. Onda var, o çatışmamazlığı olmaz. Eritrolavada olmaz çatışma, ama yod çatışmamazlığı var.
gözünün zəif görməsi, anadan gəlmə, miyopiyalı gələn uşaqların səbəbi yodun çatışmaması. Bu bitib. Bütün dünyanın hamısı bunu həll edir oğul. Həll edib hamısı. Onlar qərar alıblar ki, içməli su butulkadan olmalıdır. Onların heç rəşt müəllimi də yoxdur. Demirdə heç kəs heç bilmir. Yod nəyinə lazımdır onun? Nəyinə lazımdır onun yod? Alimi deyir, bura bax, hökumət. Bunun yod çatmır burada. Yod çatışmışsa bu xəstəliklər olacaq. Yod da ötürür. O yodu alır da pusat olar hamısı butulkaya hər bir litre. Yəni sular yodlaşdırılmış, tam yodlaşdırılmış formada təqdim olunur. Formada təqdim edirlər. Onların adamlar bilmir yod nədir, ftor nədir. Onlar heç bilmir heç. Amma onlar dövlət deyir ki, içməli su butulkadan olmalı. Mən də Gədəbəyliyim. Gədəbəydə narzanlar var, turşular var, bulaqlar var. Onu qoyaram. Onu mən 4 damcı lazımdır gündə. 4 damcı tökürəm o yod. O kali yodat birdən o sürtülən yodu dersin. Ayrıca yod ayrı rəngsiz də apteklərdə var. Onu mənim tələbəm gətir. Bilirsən, ha vaxt deyəcəklər. Ha vaxt Rəşid müəllim öləcək. Öləndən sonra bunu niyə Rəşid deyirəm inə? Gəlir qoyayım. Deyirəm, deputatsan elə yenə də bunu sən. Deyirsən, bildiyini mən bilmirəm. Deyirəm, bilmirsən, gid oxu.